7'yə baxaq, veriyor. 7'də deməli sənə nə verir? 72 km/saat. Yazıram, km/saat nəyin vahididir? Nəyin vahididir km/saat? Sürət. Ve beraber 72 km/saat. Avtomobil 20 saniye ərzində yazıram. T bərabər. Uşaqlar həmişə bunları yazın. Yazmışam mən. Yadakı orada xətt çəkin, yazın T bərabər 20. Bunları qeyd edin, çünki düstur ağlınıza gəlməyəcək. Neçə metr yol gedər? S bərabərdir sual. Deməli, bərabər sürətli hərəkətdir. Siz yəqin ki, belə edirsiniz. S bərabərdir VT, 72 vur 20. Cavabda var, yəqin ki. Var, elə. Bunu mən sizə demişdim ki, sürətin vahidi km/saat ola bilər. Amma sürətin metr/saniyə də ola O da bilər. 3600, altta 3600, yuxarıda 1000. Hə, elə də demək olar. Başqa bir qısa yolla demişdim. 18'de 5. 18'də 5'ə Oldu. vurdu. 52 5'te 18. Deməli yazıram 72 vur 18'də 5. Deməli neçəni 8'ə vuranda son 2 ilə bitir? 4. 4 dəfə. Deməli 18'ə bölünəndə burada 4 qalır. 4 dəfə. O da 20 vur 20 400'də. 20 metr/saniyə. Deməli S-in də düsturu nədir? VT. 20 vur 20. Bu da eləyir 400 metr. Düsturunu yazmışam mən. Heç fərqli VT. Başa düşdün Çingiz? Kim başa düşmür bunu? Anar başa düşsən? Sonra